Axşamınız xeyir olsun müəllimlər. Deməli bizim bugünkü dərsimiz olacaqdı təhsil qanunu. Bax, təhsil qanunu nədir? Azərbaycan Respublikasının konstitusiyasında 1995-ci il 12 noyabrda təsdiqlənibdir. 5 bölmədən, 12 fəsildən, 158 maddədən ibarətdir. Düzdür, bax bu günlərim bu düşməyəcəkdir sizə. MİQ imtahanında bax bu hissə düşməyəcəkdir sizə. Amma müsahibə mərhələsində bu hissə düşə bilər. İndi baxaq görək burada bizə nə deyir. Deyir ki, bax birincidə nə deyir? Deyir ki, hər bir vətəndaşın təhsil almaq hüququ var. Yəni ki, hər bir vətəndaşın təhsil alması üçün dövlət nə edibdir? Şərait yaradıbdır. Çünki hər bir vətəndaşın bilirik ki, nəyi var? Təhsil alma hüququ var. Yəni hamımız üçün, bütün uşaqlar üçün şərait var ki, təhsil alsın. İkincidə nə deyir? Baxın bu hissədə. Deyir ki, deməli, dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Bilirik ki, dövlət həm şagirdləri pulsuz təhsillə, həmçinin bilirik ki, pulsuz dərsliklərlə nə edir? Təmin edir. Yəni, icbari ümumi orta təhsil almaq hüququnu verir şagirdlərə pulsuz formada. Yəni ki, şagirdlərin də bilirik ki, vəzifəsidir ki, 1-ci sinifdən 9-cu sinifə kimi neynəsin? Məktəbdə olsun, təhsil alsın. Yəni, 10-11-dən olur ki, bəzən məktəbdən çıxan olur, başqa fəaliyyətlərlə məşğul olan şagirdlər olur. Yəni, valideynin də bilirik ki, vəzifəsidir ki, övladını ən azından icbari ümumi orta təhsil versin. Yəni, 1-ci sinifdən 9-cu sinifə kimi şagirdin təhsil alması mütləqdir, məcburidir. Üçüncüdə nə deyir? Baxaq indi bu hissəyə. Baxın, bura baxağın. Deməli, burada nə deyir bizə? Deyir ki, təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Bu da aydın məsələdir. Yəni, bilirik ki, bütün sahələrdə olduğu kimi təhsilimizdə də nə var? Nəzarət var. Təhsil Nazirliyi tərəfindən, məsəl üçün, belə deyək də, təhsilə nəzarət var. Məsəl üçün, təhsil şöbələri tərəfindən, direktorlar tərəfindən, yəni ki, ümumilikdə hər tərəfli nəzarət var. Yəni, tək təhsilə deyil bu nəzarət dövlət tərəfindən. Səhiyyədə də var və yaxud digər sahələrdə də var. Yəni, nəzarətsiz həyatda heç nə yoxdur. Sonra, baxaq 4-cü maddəyə. Burada nə deyir? Deyir ki, maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsilini davam etdirməsinə dövlət zəmanət verir. Bu nə deməkdir? Bilirik ki, ali məktəblərdə, həmçinin kolleclərdə ödənişli və ödənişsiz təhsil olur. Düzdür, həm pullu var, həm pulsuz. Kimin balı nəyə çatır ondan. Əgər şagirdin istedadı, biliyi, bacarığı digər şagirdlərdən üstündürsə, təbii ki, imtahan nəticəsi də onun yaxşı olacaq. Düzdür, ödənişsiz də təhsil alacaq. Balına görə də, yəni biliyin, savadın varsa, nəticən də yaxşı olsun, get ödənişsiz institutda, kollecdə təhsili al. Sonra 5-ci mərhələdə nədir? Burada da deyir ki, dövlət minimum təhsil standartlarını təmin edir. Baxın, müəllimlər, minimum, maksimum sözü yoxdur burada. Bayaq mən demişdim, əvvəlki mövzuda da deyirdim ki, 11 illik təhsil nə edir? Şagirdə minimum savad verir, bilik, bacarıq verir, maksimuma sonra yiyələnir. Burada da deyir ki, dövlət minimum təhsil standartlarını nə edir? Təmin edir. Standart sözünün mənası nədir? Bilirik ki, standart rus dilindən tərcümədə norma deməkdir. Düzdürmü? Deməli, minimum sözünü də testlərdə maksimum kimi götürməyəcəyik. Keçdik indi maddə 12-yə. Görək burada nə deyir? Baxaq. Bax, burada nə deyir? Deyir ki, Azərbaycan Respublikasında aşağıdakı təhsil formaları var. Bax, təhsil alma yoxa, təhsil formaları var. Baxaq görək hansı təhsil formaları var. Bax, burada deyir ki, bax, birinci nədir? Formal. Bax, formal, qeyri-formal, bir də informal. Deməli, bax, təhsil formaları desə, 3 dənədir. Hansılar oldu? Formal, qeyri-formal, bir də informal. Bax,
Bunu ona görə vurğulayıram ki, bax burada da təhsil alma formaları var müəllimlər. Təhsil alma formaları da bax əyanidir, qiyabidir, distantdır, sərbəstdir. Bundan əlavə var fərdi təhsil alma forması var, distant var, nə bilim, məsafədən var, stasionar var. Yəni çoxdur təhsil alma formaları. Hələ ki qayıdaq təhsilin formalarına. Təhsilin formalarıdırsə, dedik ki, neçə dənə oldu? 3 dənə. 3 dənə bizim təhsil formamız oldu. İndi baxaq görək bu formal, bir də şey nədir? İnformal. İnformal. İndi baxaq görək bunlar nəyə xidmət edir. Bax, formal nədir? Formal təhsil alma odur ki, ümumi təhsildə tətbiq edilən təhsil formasıdır. Sonda yəni ki, dövlət nə edir? Sənəd verir. Dövlət hər hansı bir sənədi təqdim edir. Düzdür? Dövlət sənədinin verilməsi ilə başa çatan bir təhsilin formasıdır ki, dövlət sənədi də nə ola bilər burada? Attestat ola bilər, diplom ola bilər, məsəl üçün institutda diplomdur, məsəl üçün orta məktəbdə attestatdır. Yəni dövlət sənədinin müvafiq icra orqanları tərəfindən, yəni ki, verilən yekunda, yəni dövlət sənədinin verilməsi ilə başa çatan təhsil formasıdır. Bax, təhsil alma forması ilə qarışdırmayaq. İndi baxaq görək qeyri-formal nə deməkdir? Bax, buna baxırıq. Bu günlər niyəsə qələmim məni incidir. Bax, burada deyir ki, qeyri-formalda nədir? Təhsil müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və dövlət sənədinin verilməsi ilə müşayiət olunmayan təhsil formasıdır. Bax, sonda dövlət sənədi verilmir. Yəni, dövlət sənədinin verilməsi ilə müşayiət olunur qeyri-formalda. Kurslar ola bilər, dərnəklər ola bilər, müəllim yanına gedin, o fərdi məşğələlər ola bilər ki, bunlara gedirik, sonda bizə heç bir sənəd vermir də, sadəcə nələrsə öyrənmiş oluruq, düzdür? Düzdür, bəzən sertifikat, tərifnamə, zad belə şeylər verə bilərlər. Bunlar da yəni ki, dövlət sənədi hesab olunmur ki, hansı ki, biz onları harasa təqdim edib, yekunda işləmi, universitetləmi təmin oluna bilmərik. İndi baxaq görək informal təhsil forması nədir? Bax, informalda nə veribdir burada cümlə kitabda? Deyir ki, özünü təhsil yolu ilə biliklərə yiyələnmənin formasıdır. Bax, informalda da budur. İndi bunu açıqlayaq. Bax, burada. Deməli, özünü təhsil yolu ilə biliklərə yiyələnmənin formasıdır. Bu nədir? Burada da yəni ki, nə məktəbə getmir şagird və yaxud insan, nə kursa getmir, müstəqil şəkildə özü oturur evdə, internetdən araşdırır, oxuyur, müəyyən kitabları düzür qarşısına oxuyur, bilik əldə edir, özünü təhsil yolu ilə biliklərə yiyələnən təhsil formasıdır, informal. Yəni ki, deməli, məktəbə gedir, məktəbdə təhsil alır, sonda dövlət sənədinin verilməsi ilə başa çatır desəm, hansı olacaqdır? Formal. Və desəm ki, məsəl üçün gəldi kursda, fərdi məşğələdə öyrəndi, sonda da dövlət sənədinin verilməsi ilə başa çatmadı. Yəni, dövlət sənəd vermədi. Bu hansı oldu? Qeyri-formal. Və bir də deyirəm ki, məsəl üçün Zülfiyə müəllimə nə mənlə hazırlaşmır, nə digər müəllimlərlə hazırlaşmır. Özü-özünə oturur, kitabını, dəftərini qarşısına qoyur, başlayır internetdən araşdırır, müəyyən kitablardan, dərsliklərdən araşdırır, özü-özünə biliyə yiyələnir. Bu hansı oldu? İnformal. Öz təhsil. Bəli, özü. Bax, burada da aşağıda da bir cümlə verilibdir. Buna baxaq. Bax, burada deyir ki, formal təhsilin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Yəni ki, formal hansı ki, məktəbdə və yaxud universitetdə, yəni sonda dövlət sənədi verilməsi ilə müşayiət olunur, dövlət təhsil müəssisəsində olur. Yəni, buna da deməli, müvafiq icra hakimiyyəti orqanları tərəfindən buradakı, yəni dərslərin təşkili qaydaları icra orqanları tərəfindən müəyyən edilir. Yəni ki, onlar baxırlar bu işlərə, qayda qanununda onlar qoyurlar. İndi keçək o birisinə. Baxaq. Bax, bayaqlarım dediyimiz o 3 dənə təhsilin formaları idi. İndi baxırıq təhsil alma formalarına. Yəni ki, təhsili biz
hansı formalarda həmin o formalı, qeyri-formalı, informalı, formal təhsili hansı formada ala bilərik, əldə edə bilərik? Bax, təhsil alma formaları deyəndə artıq var, deməli, əyani, qiyabi, distant, eksternat, evdə təhsil var, fərdi təhsil var, bir də var stasionar təhsil. İndi bunlara bir-bir biz nəzər yetirək. Bax, birinci başlayaq əyanidən. Bax, əyani. Ay Allah, bu qələm niyə büyüməni belə incidir? Bax, indi baxarıq əyaniyə. Bax, əyani təhsil alma forması nədir? Yəni ki, hər gün şagird dərsdə olur. Məsəl üçün, bax, biz sinxron, asinxron təhsil alma forması öyrənmişik də, düzdür? Sinxron, asinxron tədris. Bilmirəm, indi siz bilirsiniz ya bilmirsiniz. Sinxron odur ki, onlayn şəkildə, məsəl üçün, hər gün müəllim, məsəl üçün, indi bizim qoşulduğumuz formada mən hər gün vaxt təyin edirəm, eyni vaxtda hamınız qoşulursunuz. Burada müəllimlə şagirdin eyni məkanda olması gərəkmir. Yəni ki, hərə bir tərəfdə də biriz, bilmirəm hansı rayondansınız, biriz hansı rayondansınız, o birisiz hansı rayondansınız. Mən özüm də başqa yerdən, amma eyni vaxtda nə edirik? Müəyyən platformalar vasitəsilə dərsə qoşuluq. Bu sinxrondur. Bax, asinxron tədris isə odur ki, məsəl üçün, bu WhatsApp üzərindən müəllimlər keçirir, belə canlı dərslər olmur da, ancaq material göndərirlər, başlayırlar orada dərs, sən də istədiyin vaxt açırsan, o materiala baxırsan, lazım gələrsə, həftədə bir dəfə zat belə canlı dərs təşkil olunur, o da lazım gələrsə, bu da asinxrondur. Bax, əyanidə də deyir ki, hər gün dərsdə olmaq lazımdır. Sinxronda da deyirdik ki, canlı şəkildə olur da, yəni eyni saatda dərsə qoşulurlar. Əyanidə də eyni saatda dərs başlayır, amma ki, həm müəllim, həm şagird eyni məkanda olur. Yəni, hər ikisi məktəbə yığılır. Şagirdlər də məktəbə gedirlər eyni saatda dərs vaxtı, müəllim də həmin vaxtı məktəbdə olur. Sinxronda məktəbdə olması, bir yerdə olması gərəkmir. Onlayn şəkildə qoşulur. Amma ki, əyanidə mütləq, yəni ki, hamısı bir yerdə olmalıdır. Hər gün eyni saatda da dərs başlayır. Bu oldu əyani təhsil alma forması. İndi baxaq qiyabiyə. Bax, qiyabi nədir? İmtahandan imtahana, semestrdən semestrə nə edirlər? Məktəbə gəlir. Bax, qiyabi təhsil alma forması, yadda saxlayın ki, ümumi təhsildə. Yəni, məktəbdə qiyabi oxuyan var, yox. Yoxdur, mümkün deyil. Qiyabi kollecdir, ali məktəbdir, peşədir. Yəni, bunlar da ola bilər. O da imtahandan imtahana, semestrdən semestrə şagird gedir, imtahanını verir, orada iştirak edir, çıxır, gəlir. İndi baxaq görək, distant nədir? Distant təhsil alma forması. Deməli, distantda nədir? Distantda da deməli müasir texnologiyaların olması gərəkir. Yəni ki, hamının Wi-Fi olmalıdır, müəyyən planşeti, kompüteri, telefonu olmalıdır ki, ondan istifadə etmə qabiliyyəti olmalıdır ki, distant şəkildə neynəsin? Dərsə qoşula bilsin. Bu da oldu distant, məsafədən. İndi baxaq eksternat. Eksternatın ikinci adı da sərbəstdir. Baxın, burada qeyd eləmişəm onu mən. Baxın. İndi bunu da atacağım bunları qrupa, amma kitabın da PDF-i var, istəsəz oradan da baxa bilərsiniz. Bax, eksternatda nə deyir? Deyir ki, müxtəlif səbəblərdən təhsildən kənarda qalan şəxslərə təyin olunur da bu eksternat təhsil alma forması. Yəni, təhsilini tez bitirmək üçün də ola bilər. Məsəl üçün, 3-dən 5-ə atlayanlar var idi bir neçə il əvvəl. Belə də ola bilər, əgər xüsusi istedadı varsa şagirdin. Bir də müxtəlif səbəbdən dərsdən kənarda qalan. Məsəl üçün, bu günlərim mən evdəki uşağı götürmüşəm, yoldaşım Rusiyyətdədir, yanıma vururam, deyirəm, yox, mən də orada olmayım. Aparıram, amma orada şagirdə təhsil verə bilmirəm, məktəbə göndərə bilmirəm. Qaytarıram, gətirirəm, məsəl üçün, bir 6 aydan sonra, 1 ildən sonra uşaq qalır təhsildən kənarda. Müxtəlif səbəb budur da, yəni ki, təhsildən kənarda qalır. Gəlirəm, danışıram, yəni ki, buna sərbəst şəkildə məktəbdə ayırırlar. Sərbəst eksternat nə edir? İmtahanlarını verir, təhsilini davam eləyir. Bax, budur. Və yaxud 9-dan çıxırlar, diplom alanmırlar, sonra hardasa işləmək istəyirlər, bunlara atestat lazım olur. Atestatdan ötürü gəlirlər, sərbəst nə edirlər? Eksternat təhsil alırlar ki, bunlar atestat alsınlar. 2 il ilə təhsil alırlar. Bax, bu deməkdir. Deməli, evdə təhsil alma forması da var demişdik, fərdi təhsil
təhsil alma forması da var. Bir də stasionar təhsil alma forması var. Bu nədir? Bax, evdə təhsil alma forması odur ki, evdə. Məsəl üçün, şagirdin əlilliyi var, məktəbə gedə bilmir. Yəni, bu şəkildə müəyyən bir problemi var, ciddi problemidir. O digər uşaqlarla gəlib məktəbdə otura bilmirsə, yəni ki, fiziki cəhətdən. Bu zaman nə edirlər? Ona evdə təhsil alma formasını təşkil eləyirlər. İndi baxaq görək, fərdi təhsil alma nədir? Bax, fərdi təhsil almada, məsəl üçün, uşağın əlilliyi falan yoxdur, fiziki cəhətdən sağlamdır, tutalım ki, amma ki, zehni cəhətdən, əqli cəhətdən nəsə bir problemi var. O uşaqlar üçün, deməli, fərdi bir otaq ayrılar, fərdi şəkildə həmin uşaqlar, məsəl üçün, digər uşaqların dərslərinə mane olursa, ümumi sinifə onu buraxmırlar. Fərdi şəkildə sinif ayrılar, o uşaqla məşğullar. Bu da fərdi təhsil alma formasıdır. Bir də var stasionar. Stasionar təhsil alma nədir? Bax, stasionar təhsil alma odur ki, xəstəxana şəraitində təhsil almaq. Əgər, məsəl üçün, şagird 21 gündən artıq, 21 gün sözünə burada diqqət edirik. 21 gündən artıq xəstəxana mühitindədirsə, xəstədirsə, müalicə alırsa, həmin həkim ora yaxın bir təhsil müəssisəsinə müraciət edərək bu barədə məlumat verir və həmin məktəb rəhbəri də bir müəllim ayırır, gəlir o xəstəxana şəraitində həmin şagirdin təhsili ilə məşğul olur. Bu olur stasionar təhsil alma forması. Deməli, desək ki, neçə dənə təhsil alma forması oldu? Bax, 7 dənə dedik də, düzdür? Qiyabi, ayani, distant, sərbəst, evdə, fərdi, stasionar. Desək ki, təhsilin formaları hansılardır? Formal oldu, informal oldu, qeyri-formal oldu. Sonda, deməli, dövlət sənədinin verilməsi ilə başa çatan, attestat, diplom verən oldu formal. Sonda dövlət sənədi vermir, məşğələdə, kursda təşkil olunur desək, olacaqdı qeyri-formal. Desək ki, özü özünə, yəni biliklərə yiyələnir. Bu da olacaqdı özünü təhsil yolu ilə biliklərə yiyələnmə, olacaqdı informal təhsil alma forması. Əyani dedik ki, hər gün şagird məktəbdə olur. Qiyabi dedik ki, o ümumi orta təhsildə, ümumi təhsildə yoxdur. Kollecdir, universitetdir, buralardadır. Semestrdən semestrə gedir, imtahandan imtahana. Distant dedik ki, məsafədəndir. Müəyyən müasir texnologiyalarla təşkil olunan dərsdir. Sərbəst eksternat da ki, müxtəlif səbəbdən yayınanlara, təhsildən kənardan qalan şəxslərə təhsil alma hüququnu verir. Belə. İndi keçək növbəti görək nə var burada. Bax, təhsilin pillələri var. Bir də var, müəllimlər, buna diqqət eləyək. Deməli, var təhsilin pillələri, var təhsil səviyyələri. Bax, burada mən bunu əvvəl cədvəl formasında eləmişdim. Sonra bu proqramlarım xarab oldu deyib telefonum itdi bu PDF-lərim. Ona görə əl yazması eləmişəm. Baxaq bircə dəqiqə. Qələmi çıxarda bilsəm, baxarıq. Aha. Bax, burada nə deyir? Bax, təhsilin pilləsi var. Bir də var təhsilin səviyyələri. Bax, təhsilin pilləsi deyəndə 5 dənə pillə var. Bu hissəyə baxaq. Bax, məktəbə qədərdir, ümumi təhsildir, peşə təhsildir, orta ixtisas təhsilidir, bir də var ali təhsil. Bu olacaqdır, bunlar 5-i də təhsilin pillələri. Amma təhsilin pillələrinin içinə daxildir təhsilin səviyyələri. Bax, deməli, məktəbə qədərin səviyyəsi yoxdur. 0-3-5 yaş aralığını təşkil edir. Ümumi təhsil pilləsinin 4 dənə səviyyəsi var. Yəni ki, məktəbdə 4 səviyyədə şagirdlər təhsil alırlar. Məktəbə hazırlıq 5 yaşdan başlayır. İbtidai təhsil var, 1-ci, 4-cü sinifləri əhatə edir. Ümumi orta təhsil var. 5-9-cu sinifləri əhatə edir. Tam orta təhsil var. 10-11-ci sinifləri əhatə edir. Bunlar oldu deməli hamısı ümumi təhsil pilləsinin səviyyələri. İndi baxaq peşə təhsil pilləsinin səviyyələrinə. İlk peşədir, texniki peşədir, bir də var yüksək peşə. 3 dənə deməli nəyi var? Səviyyəsi var. Bax, orta ixtisas, kollecdir, texnikumdur. Bunların yəni ki, səviyyəsi yoxdur. Heç deyirik ki, ali kollec qutarıb və yaxud ibtidai kollec qutarıb. Xeyr, çünki səviyyəsi yoxdur. Sadəcə deyirik ki, məsəl üçün kollec bitirib və salam.
Baxaq indi ali təhsilin səviyyəsinə. Ali təhsilin də özünün 3 dənə səviyyəsi var. Bakalavriat, magistratura, bir də doktorantura. Məsəl üçün mən desəm ki, hansı təhsil pilləsidir ki, onun səviyyəsi yoxdur, yadda saxlayırıq məktəbə qədər, bir də orta ixtisas təhsili. Bunların səviyyəsi yoxdur. Digərlərinin səviyyəsi var. Məsəl üçün ümumi təhsilin dedik 4 səviyyəsi var, peşə təhsilinin 3 səviyyəsi var, ali təhsilin də 3 səviyyəsi var. İndi baxaq hüquq vəzifələrə də baxaq. Qayıdım qrupa, kitabı açaq. Zülfiyə müəllimə, ümumiyyətlə anlayışınız var hüquq vəzifələrdən, yoxsa tam sıfırdır? Bilirsiniz necədir? Yadımdan çıxıb. Bax belə danışdıqca hamısı gəlir. Bax indi bayaqdan danışdıqlarımız var. Onlardan mənə sual verin, avtomatik yox. Yəni hamısı yadıma düşür. Asaddır axı Belə olardı. yadımdan çıxıb çıxdı. Həm də asaddır da onlar. Özləri də asaddır. İndi baxaq. Keçildikdə danışdıqca xatırlayıram hamısını. Bəli, bir res getmisiniz də, ona görədir.